Yaxşı məktəb direktoru terminin biraz geniş mənada istərdim açıqlayam. Birinci növbədə yaxşı məktəb direktoru olmaq üçün yaxşı müəllim olmaq lazımdır. Yaxşı məktəb direktoru olmaq üçün ixtisasını gözəl bilməlidir. Yaxşı məktəb direktoru olmaq üçün təbii ki, o insanda idarəçilik qabiliyyəti olmalıdır. Və idarəçilik sahəsində çalışan adamın da özünə məxsus keyfiyyətləri olmalıdır. O keyfiyyətlər əgər o rəhbər işdə formalaşmamışsa, mənə elə gəlir ki, uğurlu nəticə əldə etmək olmaz. Nədir o keyfiyyətlər? Mən belə düşünürəm ki, istənilən müəssisənin rəhbəri, o cümlədən də təhsil müəssisəsinin rəhbərində ən başlıca keyfiyyətlər bunlardır ki, o rəhbər qərəzli olmamalıdır, o rəhbər ədalətli olmalıdır, obyektiv olmalıdır və mən də deyərdim ki, sonda xüsusi tələbkarlıq olmalıdır.